Salam əziz abituriyentlər, ismə aid maraqlı bir suala baxırıq. İsmə aid fikirlərdən biri yanlışdır. Adlı halda olan sözlərdə şəkilçi ola bilər, təbii ki, ola bilər, cəm şəkilçisi ola bilər, mənsubiyyət şəkilçisi ola bilər və s. Təbii ki, burada demir hal şəkilçisi. A variantı doğrudur. Mənbə, mənşə, mənafi sözlərinə qoşulan bitişdirici samit əmi-dahi sözlərində qoşulan bitişdirici samitdən fərqlidir. Mənbəyi, mənşəyi, mənafiyi, əmisi burada sığdı, burada yığdı, bu da doğrudur. Təsirlik halda olan söz hal şəkilçisindən əlavə ismə aid 3 qrammatik şəkilçi qəbul edə bilir. Bu fikir yanlışdır. Niyə yanlışdır? Çünki burada bizdə deyir ki, hal şəkilçisindən əlavə ismə aid 4 qrammatik şəkilçisi var. Hal, cəm, mənsubiyyət, xəbərlik, yəni şəxs şəkilçisi, şəxs sonluğu. Təsirlik halda heç vaxt şəxs şəkilçisi qəbul edib xəbər ola bilməz. Yəni, hal şəkilçisi daxil olmaqla 3 qrammatik şəkilçi, hal şəkilçisindən əlavə 3 qrammatik şəkilçi qəbul etməsi mümkün deyil. Yanlış fikir C variantıdır. Bəzi sözlərdə çıxışlıq hal şəkilçisi fərqli tələffüz olunur, bəli. Hal şəkilçisi, çıxışlıq hal şəkilçisi sonu n və m samiti ilə bitən sözlərdə dan-dən şəkilçisi nan-nən şəklində tələffüz edir. Bu da doğrudur. Yönlük hal şəkilçisi fərqli tələffüz olunmur. Bəli, bu da doğrudur. Yönlük hal şəkilçisi sadəcə deməli, sonu a-ə saiti ilə bitən sözlərə qoşulanda söz kökündəki a-ə, ı üstü 4, yəni qapalı sait kimi tələffüz edilir. Şəkilçi özü fərqli tələffüz edilmir. Cavabımız olacaq C variantı.